Salam, hər vaxtınız xeyirli olsun, cənublu və şimallı soydaşlarımız. İranda Fars molla rejimi devriləcək. Bəs İran parçalanacaqmı və İranda bir neçə dövlət yarana biləcəkmi? Mən bu suallara aydınlıq gətirəcəm, əziz həmvətənlər. 12 gündən çoxdur ki, İranda xalq etirazları səngimir. Əksinə, xalq etirazına qoşulmayanlar da xalq etirazına qoşulur. Və İranın demək olar ki, bütün coğrafiyasında, bütün şəhərlərində xalq etirazçılarının səsini boğmaq mümkün olmur. Xalq etirazçıları ilə polislər arasında toqquşma var. Beynəlxalq agentliklərin verdiyi məlumata görə təxminən 40-a yaxın adam ölüb, 2000-ə yaxın adam həbs olunub. Ölənlər arasında 4 nəfər azyaşlı uşaq olduğu da bildirilir. Lakin İran informasiya agentlikləri bu məlumatları inkar edir, bu da təbiidir. Biz hər halda beynəlxalq informasiya agentliklərinin verdiyi məlumatlara inanmalıyıq. Əziz həmvətənlər, İranda xalq etirazları iqtisadi çətinlik üzərindən başlasa da artıq yeni bir mərhələyə qədəm qoyub. Yəni İranda etirazçılar siyasi şüarlar irəli sürürlər. Rədd olsun Əli Xamneyi, mollalara ölüm, son molla qalana qədər onun cəzalandıracağıq deyərək küçələrə çıxmağa başlamışdır. Hətta informasiyalarda Tehranda bir küçənin adına Trump'ın adı da verildiyini elan etmişlər. Bundan başqa xatırlayırsınızsa Sepahın rəhbəri İraq yaxınlığında Amerika dronları tərəfindən məhv edilən Qasım Süleymanının heykəllərini dağıdırlar, yandırırlar, Xameneinin heykəllərini dağıdırlar və İran artıq xalqı siyasi tələblər irəli sürür. Mən bütün siyasi məsuliyyətimlə deyirəm, əziz həmvətənlər, Fars, molla rejimi dağılacaq, buna şübhəniz olmasın. Mən bu siyasi məsuliyyətlə deyirəm, bu tarixi bir prosesdir. Yəni İran dövləti idarə etmə sistemi elə bir faciəli hala gətirib ki, İranda əhalinin yaşayış səviyyəsi son dərəcə bir faciəli hal almışdır. Təsəvvür edin ki, 1.500.000 İran realı 1 dollara bərabərdir. İnflyasiya günbəgün yox, dəqiqə bə dəqiqə İran əhalisinin iqtisadiyyatına sarsıdıcı zərbələr endirir. İran rejimi dağılacaq. Mən bunu müşahidə edirəm və tam məsuliyyətlə deyirəm. Artıq Rusiyadan yük hərbi təyyarələri Tehrana gəlir və İngiltərə kəşfiyyatının verdiyi məlumata görə Əli Xamneyinin nəzarətində olan çox tonluq qızıl İrandan çıxarılıb Rusiya aparılır. Bu nədən xəbər verir? Yəni Əli Xamneyi hiss eləsə ki, ordu xalq tərəfə keçir, o hakimiyyəti qoyub Moskvaya qaçacaq. Xatırlarsınızsa bir neçə il əvvəl Suriya diktatoru Bəşər Əsəd də 160 milyard dollardan çox pul və 100 tondan çox qızılla Moskvaya qaçmışdır. Moskva da bu yaranmış beynəlxalq gərginlikdən istifadə edərək öz maraqlarını güdməklə yanaşı İrandan çox göndərdiyi yük təyyarələrində biz indi onun dəqiq neçə ton olduğunu bilmirik, Moskvaya daşıdıyır. Bu əziz həmvətənlər, mənim fikrim deyil. İngiltərə kəşfiyyatının mən məlumatını sizlərə çatdırıram. Və onu da bildirim ki, Amerika prezidenti Donald Trump öz Twitter səhifəsində bildirmişdir ki, İranda hadisələri diqqətlə izləyir. Əgər İran ordusu, əsasən Sepah, dinc miting iştirakçılarına atəş açsa, Amerika öz müttəfiqləri ilə İranın xalqının, etirazçı xalqın yaxında olacaq və aldığımız beynəlxalq informasiya məlumatlarına əsasən Amerika və onun müttəfiqləri İranın sərhəd boyundadır. Hətta bu məlumatların birində Venezuela diktatorunun oğurlanmasında xüsusi rol olan Delta qrupu da bu işlərə cəlb edilibdir. Əziz həmvətənlər, İran rejimi dağılacaq. Fars molla rejimuna şübhəniz olmasın. İndi xalqımızı belə bir sual maraqlandırır ki, Fars molla rejimi dağıldı. Bəs sonra İran parçalana bilərmi? Əziz həmvətənlər, İranın parçalanması tarixi zərurətdir. Lakin İran parçalanacaq, parçalanmayacaq, bunu tarix sübut edəcək.
Amma bizim müəyyən müşahidələrimiz var ki, bu parçalanmanın biz elmi əsasını, elmi dəlillərlə sizə çatdıraq. İranın sonuncu şahı Rıza Pəhləvi bilirsiniz ki, İranı tərk etdikdən sonra 1979-cu ildə bir müddətdən sonra onu səhv eləmirəmsə İsrailin hərbi hospitalında iynə vuraraq öldürmüşlər. Lakin onun oğlu Şahzadə Rıza Pəhləvi hal-hazırda Amerikada yaşayır və İranla müraciət etmişdir, İran xalqına. O İran xalqına müraciət edərək demişdir ki, etirazlı səsinizi ucaldın, bütün xalq küçələrə çıxsın. Onun ikinci müraciəti bundan ibarət olmuşdur ki, İran ordusuna müraciət etmişdir ki, xalqa qarşı silah tətbiq etməyin, ağır nəticələri olar. Mən həmişə xalqın yanındayam. İran xalqında da, bəzi İran xalqı içərisində də insanlar var ki, həqiqətən də Fars Molla rejimindən bezdiyindən ötürü Rıza Pəhləvinin hakimiyyətə gəlməsini belə dəstəkləyənlər də var. Əziz həmvətənlər, hamınız yaxşı bilirsiniz ki, Məhəmməd Rıza Pəhləvilərin hakimiyyətə gəldikdən sonra Azərbaycanlılara qarşı İran coğrafiyasında kütləvi soyqırımlar baş vermiş, kütləvi edamlar olmuş, Azərbaycanlıların bütün hüquqları pozulmuş, bütün Azərbaycan dilinə açıla biləcək ana dilində məktəblərin qarşısını almışlar və bütün siyasi idarə etmə prosesindən uzaqlaşdırmışlar. Yəni, Rıza Pəhləvinin oğlu hakimiyyətə gəlsə, bu bizim üçün arzu olunmaz bir nəticə olar. Yəni, ən aşağısı ondan ibarət olacaq ki, bu günlərim İrana prezidenti xalq tərəfindən seçilmiş, xalqın doğrudan da dəstəyini almış doktor Məsud Pezeşkandır. Onu da hakimiyyətdən devirəcəklər və yenidən farslar hakimiyyətə yiyələnəcək və monolit birlik altında yenidən başqa millətlərə az da olsa muxtariyyət versələr də bütün ölkədə siyasi idarə etmə sistemi milli mənsubiyyətə görə farsların ixtiyarına keçəcəkdir. Bəs bu məqamda biz nə etməliyik, əziz həmvətənlər? İran parçalanacaq, parçalanmayacaq, bunu buraxaq tarixin öhdəsinə. Əziz həmvətənlər, hamınız yaxşı bilir ki, orta nəsil, yaşlı nəsil, Sovet imperiyasının əsarəti altında yaşayanda bizim böyüklərimizi, müəllimlərimizi, institut professorlarını elə bir təbliğatla beyinlərini zəhərlənmişlər ki, sanki bizim vətənimiz SSR-dir, bizim vətənimizin paytaxtı Moskvadır. Bu beyinlər zəhərlənmişdir, əziz həmvətənlər. Yəni, biz heç kimə sübut edə bilmirdik ki, bizim vaxtilə 1918-ci ildə Böyük Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk demokratik dövlətimiz olub və 20-ci ildə devriblər, bütün sərvətlərimiz Rusiyanın, SSR-nin demirəm, çünki SSR formal idi, əslində SSR-ni idarən Rusiya idi. Rusiyanın nəzarəti altındadır və böyük idarə etmə sistemində kiçik xalqları idarə etmə sistemindən kənarlaşdırırlar. Bizim, belə deyək də, əhalinin böyük əksəriyyəti, biz russuz yaşaya bilmərik, kənd təsərrüfat məhsullarını Rusiyada satırıq, SSR-nin tərkibindən çıxsaq məhv olarıq kimi zəhərli bir ideologiya ilə insanların beyni zəhərlənmişdir. Əziz həmvətənlər, həmin ideologiya da bizdə əgər 70 il ərzində olmuşdursa, İranda 198, artıq 200 ilə yaxındır ki, İranda yaşayan soydaşlarımızı belə bir ideologiya ilə zəhərləyiblər ki, İran sizin vətəninizdir, İranda Azərbaycan türkü adında millət yoxdur, Fars dilində, türk dilində danışan farslar vardır. Və bu Rıza Pəhləvinin hakimiyyətə gəlməsi heç də bizim milli maraqlarımıza uyğun olmayacaqdır. Belə məqamda, əziz həmvətənlər, hesab edirəm ki, biz ideoloji bir xətt olaraq Cənubi Azərbaycanın muxtariyyatının genişləndirilməsi, Cənubi Azərbaycanda ana dili məktəblərinin açılması, Cənubi Azərbaycanın böyük şəhərlərində idarə etmə sistemində xalqın seçimi ilə seçiləcək Azərbaycan türklərinin təmin etmək və nəhayət sonda biz Cənubda yaşayan soydaşlarımızın ideoloji təbliğat vasitəsilə beyinlərinə yer etməliyik ki, Cənub və Şimalı
Azərbaycan arasında Araz çayı var. Bu Araz çayı sərhəddir. Bu sərhəd əvvəl-axır götürülməlidir. Əziz həmvətənlər, biz ideoloji təbliğatla xalqımızı maarifləndiririk və hesab edirəm ki, siz Oktay Elturan TikTok kanalına üzv olmaqla və Azərbaycan Dünya Meridianları YouTube kanalıma üzv olmaqla təkcə İranda yox, dünyada gedən prosesləri, o cümlədən Azərbaycanda gedən prosesləri haqqında fikirlərimi bildirirəm. Bu kanallara üzv olub paylaşın, komment yazın ki, bizim səsimizi nəinki Azərbaycanda, Avropada, dünyada yaşayan cənublu soydaşlarımız da eşidir. Bundan əvvəlki çıxışıma bir gün ərzində təxminən 200 minə yaxın baxış olub. Böyük hissəsi Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Onlar da bizi dəstəkləyir. Hesab edirəm ki, bu videonu bəyənsək, paylaşsanızla səsimizi cənubdakı soydaşlarımız eşidəcək. Əziz həmvətənlər, mən yenə də siyasi məsuliyyətlə deyirəm. Fars molla rejimi devriləcək, Cənubi Azərbaycan Respublikasının yaranması sizdən, bizdən və tarixi şəraitdən asılıdır. Yəni, biz ideoloji təbliğatımız vasitəsilə cənubdakı soydaşlarımıza deməliyik ki, şimaldakı soydaşlarımız sizin mənəvi dəstəkdir, hər bir dəstək verir və sizin arxanızda türk dünyası durur. Biz bu yolla onlarda gələcəyə inam yaratmalıyıq. Mən demirəm ki, belə müraciətlər nəticəsində qısa bir müddət ərzində İranda Cənubi Azərbaycan Respublikası yaradacaq, şimalla birləşəcək. Xeyr, bu ideoloji bir xətdir. Biz bu ideoloji xətlə İrandayı, Cənubdayı Azərbaycanlılarımızın əqidəsini silaha çevrilə bilsək, heç bir dövlət bizim bu birləşməyin qarşısını ala bilməyəcək. Xatırlarsınızsa, 1992-ci ildə Yugoslaviyanın parçalanması qısa bir müddət ərzində baş verdi. Düzdür, xarici qüvvələrin təsiri altında Yugoslaviyanın tərkibində 8 dövlət yaranmışdır ki, bu dövlətlər də Birləşmiş Millətlər tərəfindən tanınmışdır. Əziz həmvətənlər, hadisələri izləyək. Hadisələrin necə başa çatacağını demək çətindir. Çünki hadisələr günbəgün yox, saat yox, dəqiqə dəyişir. Hətta aldığımız məlumatlarda İran ordusu ilə İran İslam İnqilab Keşişçiləri SEPA arasında qarşıdurma var. Vətəndaş müharibəsi ərəfəsindədir. Bu yaxşı heç nə vəd eləmir. Vətəndaş müharibəsi başlasa Azərbaycana çox milli qaçqınlar ordusu gələ biləcək. Buna da hazır olmalıyıq. Mənim məqsədim nədir, əziz həmvətənlər? Bu ağır gündə cənublu soydaşlarımıza dəstək olmalıyıq. Baxmayaraq ki, özümüz də böyük maddi çətinliklər içində yaşarıq, lakin bu ümumi milli maraqdır. Hesab edirəm ki, bu videonu paylaşacaqsınız, cənubdakı soydaşlarımız da baxacaq, kommentlər yazacaq, fikrini bildirəcək. Növbəti verilişə qədər sizinlə xudahafizləşirəm, hamınızı uca Allaha əmanət edirəm.